Hər bir xalqın tarixində onun şərəfli günləri var. O şərəfli günlərdən biri təbii ki, Konstitusiyamızın 12 noyabr 95-ci ildə qəbul olunması, Ulu Öndər Milli Lider Heydər Əliyevin təşəbbüsü ilə və rəhbərliyi ilə belə bir konstitusiyanın qəbul olunması Azərbaycan tarixində bizi konstitusiyalı dövlət elədi. Vətəndaş cəmiyyətinin bir nümayəndəsi kimi biz də bu tarixlə, əldə etdiyimiz bu zəfərlə və o cümlədən 8 avqust 2025-ci ildə əldə olunmuş Vaşinqtonda siyasi zəfərlə biz qürur duyuruq və düşünürük ki, bir millət olaraq, bir xalq olaraq, bir dövlət olaraq hər zaman konstitusiyamızı yüksəkdə tutaraq ərazi bütövlüyümüzü, suverenliyimizi daima qoruyub saxlaya biləcəyik. Təbii ki, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfqət diləyirik və təbii bütün xalqımıza, millətimizə və dövlətimizə zəfərə layiq cəmiyyət arzu edirik.